Hər vaxtınız xeyir olsun əziz şagirdlər, hər birinizi salamlayıram. Bugün mən sizlərə 5-ci sinif din test vəsaitindən mənəvi dəyərlər bölməsindən olan A variantında istifadə olunmuş qrammatika suallarının düzgün izahını verəcəm. Birinci sual. Fərqləndirilmiş sözlərə əsasən Eyler-Venn diaqramına uyğun fikirləri müəyyən edin. Demək, sağlam kollektiv, sağlam iş deməkdir. Birincidə sağlam sözdür. Durna gözlü bulaqlardan çox keçmişəm. İkincidə də durna gözlü. Fiziki cəhətdən xəstə olmayan mənasındadır. Sağlam kollektiv. Burada məcazi mənadadır. Fiziki cəhətdən xəstə olmayan mənasında həqiqi mənada işlənmiş olardı. Ona görə biri götürmürük, biri çıxaq. Məcazi mənadadır. Sağlam kollektiv də durna gözlü bulaq da ikisi də məcazi mənadadır. 2-yi götürək. İlkin məna ilə yanaşı törəmə məna ifadə edir. Bəli, məcazi mənadırsa, demək ki, törəmə məna ifadə eləmiş olur. 3-ü götürürük. İlkin mənasından fərqli məna ifadə edir. 4 ikisinə də ortaq olmalıydı. Ona görə 4-ü götürmürük. Gözəl, aydın gözləri olan mənasında işlənmişdi. Burada durna gözlü bulağın şəffaflığından söhbət gedir. 5-də yanlışdır. Cavabımız olmalıdır. Y variantı 2 və 3. İkinci sual. Üst sözü hansı sözdən sonra əlavə olunsa məcazi mənada olmaz. Göyün üzü məcazi mənadadır. Yorğanın, balışın, kitabın üzü, bunlar hamısı məcazi mənadadır. Amma körpənin üzü, yəni insanın üzü deyiriksə, bu həqiqi mənadadır. Demək, körpənin üzü həqiqi mənadadır. Cavabımız olur B variantı. Üçüncü sual. Hansı cümlənin tərkibindəki kursivlə yazılmış sözlər bir-biri ilə amonimdir? Amonimlər qeyd elədik ki, yazılışı deyilişi eyni, mənası tamamilə fərqli olan sözlər amonimlər adlanır. Həkəri çayının sahilində oturub kəklik otudan dəmlənmiş çay içdik. Həkəri çayı, yəni burada axan çaydan söhbət gedir. Çay, içdiyimiz çaydan söhbət gedir. Tamamilə fərqli mənalardır. Demək ki, amonim kimi götürə bilərik. Sərhədçi başını sevimli atının başına söykədi. Ümumiyyətlə, baş sözü amonim yox, çox mənalı sözdür. Ona görə 2-yi çıxırıq. At üçün ot qoyun, qoyun üçün su. Baxın, burada amonimlərdə belə bir qayda var ki, amonimlərin başlanğıc forması eyni olmalıdır. Baxın, at üçün ot qoyun. Ot qoyun deyəndə qoy sözün kökü un şəxs sonluğudur. Vurğu da ilk hecədadır. Qoyun üçün su. Eləcə ot yeyən qoyun deyəndə vurğu son hecədadır. Birinci sözün başlanğıc forması qoy, ikinci sözün başlanğıc forması qoyun. Demək, başlanğıc formaları fərqlidir, amonim ola bilməz. Və yaxud da ki, vurğusu dəyişməklə mənası dəyişən sözlər də amonim deyil. Birinci sözdə vurğu ilk hecanın üzərinə düşür, ikinci sözdə vurğu son hecanın üzərinə düşmüş olur. Ona görə 3-ü götürə bilmərik. Təhlükə hiss edəndə qalanın qərb tərəfində tonqal qaladılar. Qala isim kimi, məsələn qız qalası, hər hansı bir qala. Tonqal qalamaq feil kimi tamamilə fərqli mənalı sözlərdir. Demək ki, amonim sözlərdir. Cavabımız olmalıdır B variantı 1 və 4. Dördüncü sual. Amonim sözü müəyyən edin. Od amonim deyil, ayaq çox mənalı sözdür, don. Don bir paltar mənasında, bir də donmaq feil kimi və yaxud da ki, don hava. Havanın don olmağı tamamilə fərqli mənalarda işlənir. Ona görə cavabımız olmalıdır C variantı. 5-ci sual. Hansı musiqi alətinin adını bildirən söz yerinə görə amonim kimi işlənə bilər? Burada uddur. Yəni ki, ud bir nəfəsli musiqi alətinin adıdır. Bir də feil kimi işlədə bilirik. Udmaq, yeməyi udmaq. Cavabımız D variantıdır. 6-cı sual. Gözü sözü hansı nümunənin ardına əlavə olunsa, alınan ifadənin tərkibindəki sözlər həqiqi mənalı olar. İnsanın gözü həqiqi mənalıdır. Quşun gözü həqiqi mənalıdır. Amma şkafın gözü məcazi mənalıdır. Filin gözü həqiqi mənalıdır. Bulağın gözü məcazi mənalıdır. Cavabımız olmalıdır A variantı 1, 2, 4.
7-ci sual. Hansı nümunələrdə altından xətt çəkilmiş sözün son samiti cingiltili tələffüz olunur? Əmlak alan. Burada elə k kimi tələffüz olunur. Çünki əmlak sözünə saitdən başlayan şəkilçi artıranda əmlakın yenə k olaraq qalır. Demək ki, saitdən başlayan söz də artıranda k olaraq qalacaqdır. Biri götürmürük. Kömək edərkən. Baxın, burada y kimi tələffüz olunur. Çünki kömək sözünə saitdən başlayan şəkilçi artıranda köməyin k-yi əvəzləməsi baş verir. Əgər saitdən başlayan şəkilçi artıranda k-yi əvəzləməsi baş verirsə, saitdən başlayan söz də artıranda k, y kimi, yəni cingiltili samit kimi tələffüz olunur. 2-yi götürək. Lirik əsər. Lirik sözdə saitdən başlayan şəkilçi artıranda k-yi əvəzləməsi baş vermir. Ona görə 3-ü götürmürük. İpək parça. Burada kar tələffüz olunacaqdır, çünki özündən sonra samit gəlir. Çörək almaq. Çörək sözünə saitdən başlayan şəkilçi artıranda k-yi əvəzləməsi baş verir. Demək ki, saitdən başlayan söz də artıranda k-yi əvəzləməsi baş verəcəkdir. Burada saitdən başlayan söz gəlibdir, demək k-yiyə çevrilmiş olur. Cavabımız olmalıdır. B variantı 2 və 5. 8-ci sual. Tərkibindəki eyni samitlərin hər birinin bir-birindən fərqli tələffüz edildiyi sözlərdir. Eyni samit fərqli tələffüz olunsun. Qapaqlar sözündə eyni samit 2 dənə q var. Birinci q, q kimi, qapaqlar. İkinci isə x kimi tələffüz olunur. Demək, biri götürərik. Qayıqçılıq sözündə eyni samitlər q hərflərdir. Qayıq, çılıq. Deyir, hər birinin bir-birindən fərqli tələffüz edildiyi. Qayıqçılıq sözündə q'nın biri q kimi tələffüz olunur. Amma ikisi x kimi tələffüz olunur. Demək, ikisi eyni oldu. Ona görə 2'yi götürmürük. Qol qanat. Q'ların ikisi də q kimi tələffüz olunur. 3'ü götürmürük. Qapqara. Q'ların ikisi yenə q kimi tələffüz olunur. 5'i götürmürük. Qoltuq ağacı. Qoltuq ağacında 2 dənə q var. Birinci q olduğu kimi, ikinci ğ kimi tələffüz olunur. Çünki özündən sonra saitdən başlayan söz gəlir. Demək, cavabımız olmalıdır. D variantı 1 və 4. 9-cu sual. Hansı bənddəki sözlərə istənilən şəkilçi artırılsa da, son samitinin deyilişi ilə yazılışı dəyişməz. Əmlakın dəyişmir. Çörəyin. Baxın, saitdən başlayan şəkilçi artıranda çörəyin k-yi əvəzlənməsi baş verdi. Malikin dəyişmir. Romantikin dəyişmir. Kirpiyin yenə saitdən başlayan şəkilçi artıranda k-yi əvəzlənməsi baş verdi. Demək, cavabımız olmalıdır. C variantı 1, 3, 4. 10-cu sual. Uyğunluğu müəyyən edin. Yerinə görə amonim, yerinə görə çoxmənalı söz kimi işlənə bilən söz. Yəni, biz elə bir söz tapmalıyıq ki, həm amonim, həm də çoxmənalı olsun. Bil. Ümumiyyətlə, hansı sözlər həm amonim, həm çoxmənalı olur? Bir sözün 2 həqiqi, bir məcazi mənası varsa, həmin sözlər həm amonim, həm də çoxmənalı olur. Bil. Əgər əmək aləti deyiriksə, bir də insanın beli deyiriksə, tamamilə fərqli mənalardadır. Amonimdir. Bir də dağın beli deyiriksə, bu da məcazi mənadadır, çoxmənalıdır. Demək, bel sözünü həm amonim, həm də çoxmənalı söz kimi işlədə bilərik. 1'ə yazarıq A. 1'ə A. Sonra B-yə baxaq. Saç. İnsanın saçı, bir də işıq saçmaq. Bu B variantı. Amonim kimi işlənir. Amonim kimi işlənir. Onda B-ni yazmırıq. Yəni, çoxmənalı söz kimi işlənmir. 1'ə B yazmırıq. 1'ə A yazmışıqsa, B yazmırıqsa, demək 1'ə Y. Baxaq görək uyğun gəlirmi? Dolu qab həqiqi mənada. Göydən yağan dolu yenə həqiqi mənada. Dolu insan bu artıq məcazi mənada. Demək, Y yaza bilərik. 1'ə A, Y. 2'də deyir ki, yerinə görə məcazi mənalı söz kimi işlənə bilsə də,
İşlənə bilər, amonim kimi işlənə bilmir. İsti sözünü yaza bilərik. İsti su həqiqi mənada, isti münasibət məcazi mənada. 1-ə A, Y, 2-yə də C yazırıq. Cavabımız olur Y variantı.